Cənubi Azərbaycanın Təbriz şəhərində fəaliyyət göstərən Dalğa musiqi qrupunun mayın 3-də Bakıda Heydər Əliyev sarayında saat 19:00-da konserti təşkil ediləcək. Sahildən Sahilə Könül Körpüsü adlı konsertdə musiqi qrupunun bədii rəhbəri ilk dəfə aşıq musiqisini nota köçürən Çingiz Mehdipurdur. Musiqili gecədə həmçinin Azərbaycanın ustad və məşhur xanəndələri də çıxış edəcək. Konsertdə Təbrizdən gələn aşıqlar da səhnə alacaqlar. Çingiz Mehdipurla həmsöhbət olduğumuz zaman o bildirdi ki, konsertdə unutulan aşıq havalarını yenidən səhnəyə gətirəcəklər. Bir sözlə, repertuar çox zəngin olacaq. Deyə bilərəm ki, fərqli bir dənə konsertdir. Bizim ümumiyyətcə konsertlərimizdə çalışırıq ki, bizim itib batan havalarımızı yenidən biz gətirək səhnəyə. Mən böyük ustadlarımdan yəni aldığım o ya onlardan öyrəndiyim havaları ki, bu günləri deyə bilərəm ki, əsla yəni aşıqların, hətta aşıqların içərisində bu havalar oxunmur. Bunları mən çalışmışam üzərlərində, bunların üzərində yeni bir aranjman formada və yeni bir nəzir deyim, üslubda gətirirəm səhnəyə inşallah. Demək olar ki, bütün konsertlərimizdə elə biz bu bizim qədimi havaları yenidən müraciət eləmişik, yenidən bunları gətirmişik səhnəyə. Qeyd edək ki, Dalğa qrupu dünyanın 30-dan artıq ölkəsində Azərbaycan aşıq sənətinin təbliği yönümlü geniş konsert proqramı ilə çıxış edib. Dəfələrlə Bakıda geniş konsertləri olub.